Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Bakı ilə imzalanmış sənəddə belə bir şey yoxdur. Paşinyandan şok açıqlama. İrəvandan Zəngəzur açıqlaması. Bakının belə deməsində heç bir qəbahət yoxdur. Stratforun proqnozu. Azərbaycan daha da güclənəcək. Ermənistan və Gürcüstan isə ermənilər hərbi təlimlərdən yayınırlar. Rusiya hərəkətə keçdi. Zəngəzurla bağlı açıqlama. Putin niyə İranı daxil etdi? Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərdə elə bir şey yoxdur ki, su, hava, işıq, çörək kəsiləcək, əvəzində yol açılacaq. Telegraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş naziri Nikol Paşinyan deyib. Niyə belə bir ehtimal var ki, dəmir yolu olsa su olmayacaq? Adətən bunun əksi olur. Dəmir yolu olan yerdə su məcburi şərtdir. Dəmir yolu olan yerdə çörək var. Dəmir yolu olan yerdə firavanlıq var. Bizdə isə biraz tərsinədir. Düşünürlər ki, dəmir yolu varsa çörək yoxdur, su yoxdur, təhlükəsizlik yoxdur, suverenlik yoxdur, ərazi yoxdur. Baş nazir qeyd edib. Paşinyan bildirib ki, müasir dünyada çox ünsiyyət qurmaq, danışmaq və dünyaya anlaşılan olmaq lazımdır. Stat. İndi biz bunu edirik. Elə bir məntiq yoxdur ki, sülh olacaq, amma su olmayacaq. İnsanlar seçin, su yoxsa sülh. Su və sülh adətən birlikdə olur. Amma müharibə vəziyyətində su olmaya bilər. Çünki müharibə onsuz da məhv olmaq deməkdir. Statın sonu. Paşinyan vaxtı ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Mehridən keçən yola toxunub. Stat. Müqayisə etsinlər ki, dəmir yolu olanda həyat yaxşı olub, yoxsa pis. Statın sonu. Azərbaycan və Ermənistan birlikdə sülhə doğru gedir. Bunu Ermənistanın Hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat Vaqarşak Akopyan jurnalistlərlə söhbətində Tramp yolunun Bakıda Zəngəzur dəhlizi adlandırılması sualını cavablandırarkən deyib. Hesab edirəm ki, həm biz, həm də Azərbaycan sülhə doğru gedir və artıq sülhün bərqərar olduğunu demək olar. Amma sülh prosesinin özü də müəyyən məsələlərin aydınlaşdırılmasını nəzərdə tutur. Məsələn, həm bizim, həm də onların cəmiyyətlərində mövcud məsələlərə aydınlıq gətirilməsində heç bir qəbahət görmürəm, o qeyd edib. Akopyan bəzi məsələlərin davam edən sülh prosesi zamanı həll olunacağına inandığını bildirib. Stat. Çox çətin proseslərdən keçmişik və sülh deyilən bir mərhələ var. Bu ən mühüm məsələdir və bunun ən mühümü də onların həlli üçün medialar arası hissə olacaq. Statın sonu. Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda tarixi strateji yenidən qurulmasına gətirib çıxaracaq. Azərbaycanın şərq-qərb transit qovşağı kimi rolunu gücləndirəcək və Ermənistanı daxili ixtişaşlara qarşı həssas edəcək. Bu, Stratfor Analitik Mərkəzinin proqnozudur. ABŞ nəşrinin fikrincə, Ermənistan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq gündəliyinin imzalanması da daxil olmaqla tədricən qərbə inteqrasiyanı davam etdirəcək. Stat. Rusiya ilə ikitərəfli ticarət azalmağa davam edəcək, amma Moskvanın istifadə edə biləcəyi kənd təsərrüfatı, enerji və əmək miqrasiyasında dərin struktur əlaqələri qalacaq. Rusiya ilə təhlükəsizlik əlaqələrinin zəifləməsi və Qərbin məhdud dəstəyi ilə Ermənistan ikitərəfli münasibətlərin pisləşəcəyi təqdirdə Azərbaycanın qarşısında müdafiəsiz olaraq qalacaq. Bakı ilə sülh sazişi fonunda Ermənistanın Azərbaycanı sakitləşdirmək üçün konstitusiya islahatları ilə bağlı daxili həssaslığı, siyasi gərginliyi daha da artıra və uzunmüddətli etirazlara səbəb ola bilər. Stratforun proqnozuna görə Azərbaycan enerji və logistika qovşağı rolundan istifadə edərək Rusiya ilə məsafəni qoruyaraq iqtisadi əlaqələri pozmadan regional güc kimi çıxış edəcək. Stat. Azərbaycanın regional rolunun güclənməsi orta dəhliz vasitəsilə ticarət həcminin artması və Avropa İttifaqına qaz ixracının genişləndirilməsi ilə şərtlənəcək. Analitik mərkəz həmçinin hesab edir ki, oktyabrda keçiriləcək yerli seçkilərdən sonra Gürcüstanın hakim partiyası avtoritar idarə etmənin möhkəmlənməsini sürətləndirəcək. Bu da Avropa İttifaqına üzvlük prosesinin rəsmi dayandırılmasına və əhalinin qərbyönlü təbəqəsi ilə parçalanmanın dərinləşməsinə səbəb ola bilər. Stat. Rusiyanın Gürcüstanın separatçı regionlarını işğal etməsi onun əsas milli təhlükəsizlik problemi olaraq qalsa belə,
Tbilisi özünün Rusiya yönlü oryentasiyasına uyğun olaraq münaqişəsiz birgə yaşayışa çalışacaq. Statın sonu. Ermənistanda təlim məşq toplanışları ilə bağlı çoxsaylı yayınmalar var. Bunu Ermənistan parlamentinin deputatı Gegan Manukyan deyib. 25 günlük təlim məşq toplanışları ilə bağlı çox böyük problemlər, çoxsaylı yayınmalar var. Buna inamsızlıq, müdafiəsizlik, 25 gün iş yerindən və qeydiyatsız işdən, eləcə də ailədən məhrum olmaq və 25 günlük təlim məşq toplanışından qayıdanların çoxlu sayda problemi səbəb olur. Deputat qeyd edib. Manukyan bildirib ki, Ermənistan hökuməti bu kimi halların qarşısını almaq üçün vətəndaşları xüsusi sifarişlərlə təlimlərə çağırır. Rusiyanın xarici siyasətinin dəyişməz əsas prioritetlərindən biri Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Bu yanaşmaya uyğun olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş istənilən səyləri dəstəkləyirik. Telegraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli kütləvi informasiya vasitələrinə müsahibəsində deyib. Diplomat ölkəsinin Tramp yolu və ya Zəngəzur dəhlizi ilə bağlı məsələyə yanaşmasına da diqqət çəkib. Stat. Tramp yolu adlanan marşrutla bağlı Rusiyanın mövqeyi bu nəqliyyat layihəsinin necə həyata keçiriləcəyi barədə ətraflı məlumat əldə etdikdən sonra formalaşacaq. Bildiyimizə görə iş yeni başlayır. Yük və sərnişinlərin tranzit rejimləri və hərəkət təhlükəsizliyi ilə bağlı təfərrüatlar razılaşdırılmalıdır. Bölgədə nəqliyyat əlaqələrinin bərpası səyləri iki tərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Onu da əlavə etmək istərdim ki, Rusiya tərəfi həm erməni tərəfdaşları, həm digər maraqlı tərəflərlə, həm də İranla bu məsələlərlə bağlı məsləhətləşmələrə açıqdır. Kopırkin Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələ gündəmdə deyil və razılaşmaya uyğun olaraq Rusiya Silahlı Qüvvələrinin bölmələri 2044-cü ilədək Ermənistanda qalmalıdır. Səfir iddia edib ki, Rusiyanı sıxışdırıb Cənubi Qafqazdan çıxarmaq mümkün deyil. Stat. Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir işdir. Buna nə coğrafiya, nə ortaq tarix, nə də Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə çoxşaxəli əlaqələrinin genişliyi imkan verir. Buna rəğmən bəzi xarici aktorlar bu cür absurd ideyalar səsləndirməklə yalnız öz istəklərini və regional reallıqları zəif dərk etdiklərini ortaya qoyurlar. Statın sonu.